Bəzən hər şeyin olmağına rəğmən, yenə də özünü xoşbəxt hiss etmirsən. Mənasız gəlir həyat. Əslində həyatla ölümün insan mənasını dərk etməyəndə düşünürəm ki, insan yaşadığı həyat boyunca da boşluqda yaşayacaqdır. O bir deyim var. Deyir ki, hər kəs ölə bilər, amma hər kəs yaşaya bilməz. Həqiqətən insanlara baxanda bunu çox gözəl görmək mümkündür. Səbəb bilirsiniz nədir? Həyatla ölümün mənasını dərk etməmək, onu eyni səviyyədə olduğunu anlamamaqdır. Çünki biz həyatı qəbul edirik, amma ölümü əsla qəbul etmirik. Həyatı bilirsiniz kimlər yaşamağı bacarır? Ölümü dərk edənlər, qavrayanlar, qəbullananlar. Bəs ölümü dərk etmək, qəbullanmaq eyni zamanda həyatı yaşamaq da deməkdir. Onsuz da hər birimiz bu dünyada müvəqqətiyik. Əlimizdəkilər də müvəqqətidir. Heç birimiz əlimizdəkiləri özümüzlə aparmayacağıq. Amma bugün o əlimizdəkiləri necə istifadə etməyi dərk etməyəndən sonra onların bizim əlimizdə olmağının da bir mənası yoxdur.